Oktyabrın 31-də Göyçay şəhərində Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan polkovnik leytenant Vidadi Vaqifoğlu Xəlilovun şəhadətinin 5-ci il dönümü qeyd olunub. Anım mərasimi şəhidin uyuduğu Göyçay şəhər Şəhidlər Xiyabanında keçirilib. Tədbirdə Göyçay rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Müdafiə Nazirliyinin en salih hərbi hissəsinin, rayon polis şöbəsinin, Göyçay su meliorasiya sistemləri istismarı idarəsinin, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, Vidadi Xəlilov 1982-ci il iyulun 16-sında Göyçay şəhərində Ziyalı ailəsində anadan olub. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Təhsilinə uğurla başa vurduqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmətə başlayıb. Vidadi Xəlilov hərbi xidmət dövründə peşəkarlığı, vətənpərvərliyi və igidliyi ilə seçilərək polkovnik leytenant rütbəsinə qədər yüksəlib. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib, hərbi əməliyyatların uğurla icrasında xüsusi fərqlənib. O 2020-ci il oktyabrın 30-da Laçın istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub və ertəsi gün oktyabrın 31-də doğma Göyçay şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Bugün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin onun yaşadığı ünvanda şəhidin adına bulaq inşa olunub. Şəhidimizin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan bayrağı ordeni, vətən uğrunda Cəbrailin azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Laçının azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif olunub. Mərasimdə çıxış edən şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də tədbirin iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər. Anım tədbiri çərçivəsində məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, şəhidin xatirəsi bir daha hörmət və qürurla anılıb. Tədbirin sonunda iştirakçılar şəhidin əziz xatirəsinə ehsas süfrəsində bir araya gəliblər. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.